Salam dostlar, hər vaxtınız xeyir olsun. Yepyeni bir video ilə qarşınızdayıq. Bugünkü videomuzda da əvvəlki videomuzda olduğu kimi TikTokda kiməsə spam necə atmaq olar, spam atıb səhifəsini necə şikayət etmək olar, bu barədə çəkmişəm. Bilənlər bilir, bilməyənlər də videoya baxıb öyrənə bilərlər. Öyrəndikdən sonra gəlib mənim səhifəmi də spamlamayın, spamlamayın mənim səhifəmi. Yəni mənim silahımla məni vurmağa çalışmayın. Əvvəlki videomda da belə bir video paylaşmışdım. Ancaq biraz qarışıq olmuşdu. İndi daha asan qaydasını göstərirəm. TikTok'un özündən də sadə qayda ilə spam ata bilirsiniz kimsə səhifəsinə, yəni səhifəsini şikayət edə bilirsiniz. Ya səhifəsini, ya videosunu, fərqi yoxdur. Yenə də deyirəm, videomu bəyənməyi, mənə dəstək olmaq üçün kanalıma abunə olmağı, videomu da bəyənməyi unutmayın. Əlavə suallarınız varsa aşağıda şərh bölməsində də yazmağı unutmayın. Siz ancaq mənə bu qaydada dəstək olmuş olarsınız. 10.000-ə az qalıb dostlar, 10.000 abunəçiyə az qalıb. Zəhmət olmasa bir bəyəni atın ki, mən də daha da həvəsləndim, daha da belə videolar çəkim. Nəysə ki, videomuza biraz çox danışdım deyəsə. Bunun üçün TikTok'a daxil oluruq. Kimin səhifəsinə və yaxud da videosuna şikayət atmaq istəyirsə, həmin səhifəni tapırıq. Mən misal üçün özümün səhifəsindən göstərəcəm sizə. Misal üçün girdik həmin səhifəyə. Həmin səhifəyə girdikdən sonra burada səhifəni şikayət eləmək istəyiriksə, ümumi səhifəni yuxarıdakı paylaş butonuna basırıq. Buradan gördüyünüz kimi burada bildir bölməsi var. Bu bayraq, qara bayraq. Bunun üstünə klik edirik. Burada hesab bildirim var yuxarıda. Bunun üstünə klik edirik. Burada gördüyünüz kimi müxtəlif belə şikayət eləmək istədiyiniz kateqoriyalar var. Fırıldaqçılıq və dələduzluq, saxta məhsullar və əqli mülkiyyət. Burada ən çox istifadə olunan yuxarıdakı uyğun olmayan kontent paylaşımı. Bunun üstünə klik edirik. Buradan və burada aşağıdan yuxarı 3-cü aldadıcı davranış və spam bölməsini seçirik. Burada saxta interfeksiya birinci yox, ikinci spam yazılan var. Bunu seçirik və təqdim edin deyirik. Bu səhifəni şikayət eləmək üçündür. Yəni 70-80% buradan spam atırlar. Növbəti videonu spam eləmək üçün videoya daxil oluruq. Videoya daxil olduqdan sonra yenə paylaş butonu var. Bu paylaş butonu üstünə klik edirik. Burada gördüyünüz kimi bildir bölməsi var bayaqki qaydada. Bildir üstünə tıklayırıq. Burada gördüyünüz kimi müxtəlif belə bölmələr var. İndi spam atmaq ən çox mənim göstərdiyim qaydada olur və burada əgər orada siz nəsə bir səhv görübsünüzsə, misal üçün burada təhqirami sözlər işlədirsə, nifrət və qısanma belə şeylər var, intihar, özünə zərər vermə, nəm əlində bıçaq satı varsa buralardan şikayət edə bilərsiniz. İndi buraları oxuyursunuz da. Və şəxsi məlumatların paylaşımı var, saxta məhsulların qiyməti və yaxud da fırıldaqçılıq və dələduzluq var. Misal üçün fırıldaqçılıq və dələduzluqdan da şikayət ata bilərsiniz. Buradan bildirin sözünə klik edirik. Aldadıcı davranış və spam görəsiniz burada. Bunun üstünə yenə klik edirik. Burada saxta interfeksiya və yaxud da spam aşağını yenə seçirik. Spam bölməsinə. Bunu seçdikdən sonra təqdim edin veririk və gördüyünüz kimi bizim spamımız getdi. Yəni bunu bir səhifədən yox, bunu bir neçə səhifədən eləyirlər. Yəni kütləvi şəkildə olmalıdır bu əslində. Yəni siz girib sadəcə öz səhifənizdən həmin videonu spam atsanız, əlbəttə ki buna TikTok ciddi yanaşmaz. Bunun üçün kütləvi şikayətlər olmalıdır. Yəni bundan ötürü nə etməlisiniz? Dostunuza, yaxınınıza, evdəkilərin telefonundan götürüb bu qaydada spam atmalısınız və spamın nəticəsi daha uğurlu həmin səhifənin böyüklüyündən asılıdır. Yəni siz girib fake səhifədən spam atsanız, əlbəttə ki TikTok onu ciddiyə almaz. Necə ki pulu çox olan adamı hamı ciddiyə alır. Reallıqdan danışaq da. TikTokda da elədir. Kimin səhifəsi yüksəkdir, kimin bəyənləri çoxdur, kim daha çox aktivdir. TikTok həmin şəxsləri daha ciddiyə alır. Çalışın ki, həmişə yüksək səhifələrdən spam atın. Çünki fake səhifələrə TikTok ciddiyə almır. Bu qədər sadə dostlar. Videom bu qədər dostlar. Ümid edirəm faydalı oldu. Bu tərz videoları daha çox görmək istəyirsinizsə, keçid eləyib səhifəmdə izləyə bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik.